Ərəb baharı demokratikləşmədir deyənlər bir şeyi unutmamalıdır ki, istənilən cəmiyyətdə demokratikləşmə həmin cəmiyyətin tarixi, mədəni eyni zamanda siyasi və iqtisadi inkişafı ilə bərabər həyata keçirilməlidir. Ərəb küçəsində birdən-birə demokratikləşməni gözləyən insanlar unutmamalıydılar ki, demokratikləşmə cəmiyyətin inkişafı ilə cəmiyyətin sosial, siyasi və iqtisadi inkişafı ilə birgə həyata keçirilən amildir. Bu fikirləri son dəyişikliklərdən sonra Ərəb ölkələri sosial, iqtisadi və siyasi proseslər adlı beynəlxalq konfransda Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov səsləndirib. Ərəb baharı eyni zamanda Ərəb küçəsində baş vermiş hadisələr bir çox ölkələrdə bir sıra transformasiyaları gətirib çıxartdı. Suriyadakı baş verən olaylar, Liviyada həyata keçirilmiş siyasət, Tunisdə və Misirdə bugün şahidi olduğumuz proseslər. Bunlar və sairə və digər ölkələri də təbii ki saymaq olar. Bunlar hamısı öz növbəsində bugün bu və yaxud digər yolla eyni zamanda İslam aləmi ilə bağlıdır. Və İslam dedikdə təbii ki Ərəb küçəsində baş verən hadisələr və bunun nəticəsində çox təəssüf olsun ki, bəzi dövlətlərdə radikal qrupların fəallaşması və bunun nəticəsi olaraq radikal qrupların, radikal İslamçı qrupların siyasətə gəlməsi gözlənilməz nəticələrlə yekunlaşa bilər. Elnur Aslanov əlavə edib ki, bu proseslərin İslamın da, İslam ümmətinin də imicinə mənfi təsiri var. Belə ki, İslamın və İslamofobiyanın müxtəlif cəmiyyətlərdə, müxtəlif ölkələrdə geniş yer alması bizi təəssüfləndirir. Dəfələrlə bu mövzu ilə bağlı Azərbaycan öz mövqeyini bildirib ki, Azərbaycan hər zaman İslamofobiyanın istənilən növünə və formasına qarşı mübarizənin avangardındadır. Təəssüflər olsun ki, İslam dedikdə bəzi qüvvələr və tərəflər dərhal terror təşkilatları haqqında düşünməyə və bunu dilə gətirməyə başlayır. Elnur Aslanov belə deyir. Bunlar ümumiyyətlə bir masa üzərində müzakirə ediləsi məsələlər deyil. O baxımdan ki, dinin, terrorun nə dini, nə milləti vardır. Amma Azərbaycan o baxımdan təbii ki, terrorla üzləşən və terrorla üz-üzə qalan ən böyük terrorla üz-üzə qalan dövlətlərdən biridir. Azərbaycanın 20% torpaqları işğal altındadır. Azərbaycanın 1 milyondan çox insanı bugün qaçqın şəraitində yaşayır və bu baxımdan təbii ki, İslamla terroru eynələşdirmək istəyən müxtəlif dövlətlər və müxtəlif qurumlar anlamalıdırlar ki, terror dedikdə daha çox separatist, daha çox əsl terror mövqedən çıxış edən qüvvələr və dövlətlər haqqında danışmalıdır. Ərəb Dövlətlər Liqası da ərəb dünyasındakı prosesləri daima diqqətdə saxlayır. Biz bu regionda hakimiyyətin ələ alınması prosesinin şahidiyik. Burada əsas məqsəd daxili dəyişikliyə nail olmaqdır. Təəssüf ki, bu proseslər dinci yolla deyil, silahlı toqquşma ilə baş verdi. Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov hesab edir ki, Ərəb baharı 2-ci Dünya müharibəsindən sonra sərhədlərin dəyişməsi ilə nəticələnə biləcək bir prosesdir. Qeyd edək ki, beynəlxalq konfrans noyabrın 8-də də davam edəcək. Konfransın məqsədi Ərəb baharı ölkələrində son siyasi proseslər və sosial-iqtisadi dəyişikliklərlə bağlı məsələlərin geniş müzakirə olunmasıdır. Nərmin Əhmədli, Şakir Qurbanov, Vüsal Vidadoğlu, Yurt Xəbər.